Bu günləri ikisi 7-ci ay 2025-ci il Gənc İstedadlar Liseyinin qəbul suallarının qaydalarını başa salmaq üçün yığışmışıq. Azərbaycan memarlığında möhtəşəm yeri Şəki Xan Sarayı hər bir qonağını təəccübləndirən orijinal sənət əsəridir. Dünya abidələri siyahısına daxil olmuş bu sarayın özünə məxsus inşa üslubu var. Burada tətbiqi incəsənətin bir çox növləri, eləcə də 18-19-cu əsrlərə məxsus divar rəssamlığın nümunələri öz əksini tapır. Şəki xanlarının yay sarayı olan bu binanın kim tərəfindən tikdirilməsi haqqında dəqiq elmi məlumat yoxdur. Bəzi mənbələrə əsasən saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Xan Çələbi nəvəsi Hüseyn xanın dövründə tikilmişdir. Hüseyn xan eyni zamanda müştəq təxəllüsü ilə şeirlər yazdığına görə sarayın bəzi mənbələrində müştəq imarəti kimi də qeyd olunmuşdur. Tarixi mənbələrdə Hüseyn xanın əmisi tərəfindən burada əsir saxlanıldığı məlum olur. Qeyd edək ki, Hüseyn xan Müştəq Azərbaycanın məşhur şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi ilə dost olmuşdur. Vidadi öz müsibətnamə əsərini də onun ölümü münasibəti ilə yazmışdı. Başqa bir mənbədə isə bu binanın 18-ci əsrin sonunda Hüseyn xanın oğlu Məhəmməd Həsən xan tərəfindən tikdirildiyi və Məhəmməd Həsən xan divanxanası adlandırıldığı bildirilir. Şəki Xan Sarayı özü cənuba baxan 2 mərtəbəli binadır. Binanın eyni cərgədə yerləşən 3 hissəsi bir-birindən dəhlizlə ayrılır. Mərtəbələrin quruluşu isə fərqlənmir. Mətnə əsasən hansı nəticəyə gəlmir? Şəki Xan Sarayının tikintisi ilə bağlı müxtəlif fikirlər var. Bəli, deyirdi ki, bax yuxarıda yazılıb, daxil olmuş özünəməz. Bu tətbiqi incəsənətin tikilmişdir. Bəzi mənbələrə əsasən, bax burada deyir ki, bəzi mənbələrə əsasən saray Azərbaycanda müstəqil xanlığın əsasını qoyan Hacı Xanın Çələbinin dövründə tikilmişdir və orada saxlanılmışdı. Bəzi mənbələrdə də deyir ki, əmisi tərəfindən əsir saxlanıldığı məlum olmuşdu. Bəzi mənbələrdə də deyilir ki, 18-ci əsrin sonunda Hüseyn xanın oğlu Məhəmməd Həsən xan tərəfindən tikildi. Yəni dəqiq bilinmir. Bunun qənaətə gələ bilər. Şəki Xan Sarayı orijinal sənət əsəridir. Bəli, baxın, yazılıb təəccübləndirən orijinal sənət əsəridir. Bu var idi. Hüseyn xanın əmisi onu Şəki Xan Sarayında əsir saxlanılmışdı. Bəli, bu da var idi ki, deyir ki, Hüseyn xanın əmisi tərəfindən burada əsir saxlanıldığı məlum olur. Bunun da qənaətə gələ bilər. Müsibətnamə əsəri Molla Pənah Vaqifindir. Xeyr, burada dedi ki, Vidadi müsibətnamə əsərini də ölüm münasibəti ilə yazmışdı. Vidadi yazıb, yəni müsibətnaməni Vaqif yox, Vidadi yazmışdı. Yəni cavab D. 2-də nə üçün saray bəzi mənbələrdə müştəq imarəti kimi adlandırılır? Deyir ki, müştaq təxəllüsü ilə şeirlər yazdığına görə bəzi mənbələrdə müştaq imarəti kimi qeyd olunmuşdur. Yəni orada yaşayan Hüseyn xanın təxəllüsünün müştaq olduğuna görə orada həmin təxəllüsdə şeirlər yazmışdı. Mətnə əsasən Şəki Xan Sarayı haqqında verilən fikirlərdən hansı doğru deyil? Şəki Xan Sarayı dünya abidələri siyahısına daxil edilmişdi. Bəli, var idi ki, dünya abidələri siyahısına daxil edilmişdi. Sarayda tətbiqi incəsənətin növlərinə rast gəlmək mümkün deyil. Əksinə, rast gəlmək mümkündür. Deyir, burada tətbiqi incəsənətin bir çox növlərini, eləcə də 18-ci, 19-cu əsrlərə məxsus divar rəssamlığı nümunələri öz əksini tapmışdı. Yəni, səhv fikir, doğru olmayan fikir B variantıdır. Hansı cümlədə köməkçi nitq hissəsi var? Bax, burada və bağlayıcısıdır ki, köməkçi nitq hissəsidir. Hansı cümlədə ədat işlənmişdir? Sonunu yalnız sən bilirsən, sonunu təkcə sən bilirsən. Yalnız sözünü əgər təkcə sözü ilə əvəz eləyə biliriksə, deməli, o ədat kimi işlənir. Yəni, cavab A. Əyri otur, düz danış. Necə otur əyri, necə otur düz danış. Bunlar əyri və düz, bunlar zərfdirlər. Bunu götürə bilmərik. Düz sözə nə deyəsən, hansı sözə, düz sözə, necə sözə sifətdir. Doğru sözə zaval yoxdur. Necə sözə sual verə biliriksə, deməli, əsas nitq hissəsidir. Bu da deyil. Artıq danışsan zərər görərsən. Necə danışsan, artıq danışsan, bu da sual verdiyimizə görə əsas nitq hissəsidir. Ədat deyil. İfadələrdən hansı frazeoloji birləşmə kimi işlənə bilməz? Frazeoloji birləşmə kimi işlənə bilməz. İpini çəkmək,
var, yada salmaq var, kitab açmaq. Kitab açmaq həqiqi mənalı sözdür. Yəni kitabın üzünü açırsan, ona görə frazeoloji birləşmələr yalnız məcazi mənada işlənir. Ürəyinin yağını yemək frazeoloji birləşməsi hansı mənanı ifadə edər? Ürəyinin yağını yemək o deməkdir ki, yəni kimisə hansısa bir hadisədən bərk sarsılırsan və qorxursan, qorxmaq mənasında. 7-də B variantı. 8-də deyir ki, məntiq və vərəq sözlərinin ortaq cəhəti nədir? Səhv yazılmışdı, xeyr, ikisi də düz yazılıb. Tələffüzündə q-ğı əvəzlənməsi baş verir. Saitlə şəkil çıxardıraq, məntiqi, vərəqi baş vermir. Saitlə başlayır, xeyr, samitlərin biri m ilə, biri də v ilə. Ahəng qanuna tabe deyil, əksinə tabedir. Saitlə başlanan şəkil çıxardıranda dəyişmir. Bəli, məntiqi, vərəqi. Hər ikisində q samiti olduğu kimi qalır. Defislə işlənmə məqamlarının biri səhvdir. Sözün sətirdən sətrə keçirilməsi, bəli, var. Mətndə dialoqlardan istifadə edəndə biz tire işarəsindən istifadə edirik, defislə yox. Sıra sayları rəqəmlərlə yazılarkən, bəli, defisdən istifadə edirik. Mürəkkəb sözlərin tərkib hissələri defisdən istifadə edilir. Sözlər hecalara bölünərkən, bu da defisləndir. Cümlələrdəki feili xəbəri müəyyən edən qarlı şaxtalı səhər idi. Nə idi? Səhər idi. İsmi xəbərlidir. Üstündür. Necədir? Üstündür. Bu da ismi xəbərlidir. Mənim vətənim gözəldir. Necədir? Gözəldir. Bu da ismi xəbərlidir. Yarışdadır. Nədədir? Yarışdadır. Bu da ismi xəbər. Reallaşacaq. Nə edəcək? Reallaşacaq. Bu feili xəbərdir. Feili xəbərlər mütləq feillə ifadə olunur. İsmi xəbərlər isə digər isim, sifət, say, əvəzlik, zərflə ifadə olunursa, bu da ismi xəbərdir. Hansı feillər şəxsə və kəmiyyətə görə dəyişir? Əgər şəxsə və kəmiyyətə görə dəyişirsə, deməli bunlar feilin təsriflənən formalarıdır. Danışdı, mən danışıram, sən danışırsan, o danışır, biz danışırıq, siz danışırsınız, onlar danışırlar. Bu deməli dəyişdi. Sonra getdik qalxaraq. Qalxaraq, araq, ərək şəkilçisi, feili bağlama şəkilçisidir. Ona görə get olmaz. Gülümsəyən sözü də olmaz. Bu da getdi, getməsə. Mən getməsəm, sən getməsən, o getməsə, biz getməsək, siz getməsəniz, onlar getməsə. Bu da olur. Bilər, mən bilərəm, sən bilərsən, o bilər, biz bilərik, siz bilərsiniz, onlar bilərlər. Toplaşmaq məsdərdir, bu da olmaz. Yəni cavab C variantı 11-də. Hansı cümlədə o əvəzliyindən sonra vergül işarəsindən istifadə etmək olar? Biz demişdik ki, o əvəzliyindən sonra vergül o zaman istifadə edirik ki, özündən sonra isim, sifət, say, isim, sifət, say, zərf gələrsə, biz ondan sonra vergül qoya bilərik. Amma bir şərtlə ki, o əvəzliyi kim sualına cavab versin. Mən səndən o qələmi istəyirdim. Mən səndən o qələmi istəyirdim. Hansı qələmi istəyirdim? O qələmi. Burada hansı sualına cavab verdiyinə görə yaza bilmədi. O bunu bilmədi. Odan sonra əvəzlik gəlib. Ona görə biz qoya bilmərik. Vergülü o avtobusla gedərsən. Hansı avtobusla gedərsiniz? O avtobusla. Bu da hansı sualına cavab verdi? Qoya bilmərik. O bağa dünən axşam gedirdi. O, kim bağa dünən axşam gedirdi? O. Burada qoyacağıq. Kim sualına cavab verdi və özündən sonra isim gəldi. Ona görə cavab D variantı. 13-də hansı bənddə bütün sözlər eyni köklüdür? Eyni köklü olmaq üçün demişdik ki, mütləq kökləri eyni nitq hissəsi olmalıdır. Üzməkdən üzgü, üzük sözü isə sözün köküdür. Köklər eyni olmadı. Ona görə A variantı getdi. Yağmaqdan yağış, yağmaqdan yağmur, amma yağdı sözü sadədir. Eyni köklü olmaq üçün düzəltmə olmalıdır. Çökməkdən çöküntü, çökməkdən çökək, çökəklik, çökməkdən çökək. Bax, elə cavab C variantıdır. Hamısının kökü feildir və üçünün də düzəltmə sözdür. Ona görə bunu götürəcəyik. Yazan sadədir, getdi. Başımız sadədir, getdi. Cümlələrin birində altına xətt çəkilmiş kökü həm isim, həm də feil kimi işlənə bilir. Əqrəb sözü, saatın əqrəbi, həşərat, heyvan əqrəb bu olmadı. Hər ikisi isimdir. Buruq saçları, buruq saçlar sifət, buruq neft buruqları, bu isə isim, bu da getdi. Şəkər yemək diş ağrılarına ziyan vurur. Şəkər yemək. Yemək sözü
bir dənə elə yeməkdir. Yəni yemək bu o yediyimiz yeməklə nə isə yemək, bunlar eyni həm isim həm feil kimi götürə bilmərik. Niyə? Çünki başlanğıc formaları müxtəlifdir. Başlanğıc forması müxtəlif olan sözü amonim kimi götürə bilmərəm. Ona görə C gedir. Yarışda ağ rəngli at qızıl medal qazandı. Sözün kökü yarışdır. Bəli, yarış sözü. Biri var ki, get kimlənsə yarış, döyüş. Biri də var yarış keçirildi isim kimi. Bu da deməli cavab D-dir. Mürəkkəb sözü isə çətin mənasında sifət. Biri də var çernil mürəkkəb mənasında qələmin çernili. Bu isə isim. Bizdən isə isim və feili soruşduğuna görə cavab yarışdadır. Frazoloji birləşmə işlənməmişdir. Biz demişdik ki, frazoloji birləşmədə etmək, eləmək, olmaq olmaz. Kömək edəcək sözü, bax, frazoloji birləşmə yarada bilməz. Ötən günlər yenə də mehriban yadına düşmək. Frazoloji birləşmədir. İndi ağlıma heç bir şey gəlmir. Ağlına gəlmək, bu da frazoloji birləşmədir. Günlara bir söz vermiş, söz vermək, bu da frazoloji birləşmədir. Bugün işlərimi başa vurdum, başa vurmaq da bir frazoloji birləşmədir. Leksik mənası düzgün göstərilməmiş sözü müəyyən edin. Leksik mənası düzgün göstərilmək, xələl gəlmək, zərər dəymək, mənfi təsir, aciz, sadəlöv, ürəyi təmiz, aciz, hər şeyi ağlayan, özünü zəif göstərən insanlara deyilir. Yəni cavab B variantı səhvdir. Sonra getdik 17-də sifətin azaltma dərəcəsində olan sifətləri işlənmişdir. Baxaq. Aynur öz körpəcə əlləri ilə anasının ətəyindən tutdu. Körpəcə sözü olmaz. Bu çoxaltma dərəcəsidir. Səydən əlində sarı şar var idi. Sarı sözü adi dərəcədə. Günlər bu planı olduqca maraqlı çoxaltma dərəcəsi. Bütün fəal şagirdləri bir yerə topladılar. Burada fəal adi dərəcədədir. Sarışın bir qız ona yaxınlaşaraq gülümsədi. Sarışın deməli azaltma dərəcəsində olan morfoloji yolla yaranmış sifətdir. Altına xətt çəkilmiş ifadə həm çoxmənalı, həm də amonim kimi işlənə bilir. Kənddəki evlərin çoxu çay daşından hörülmüşdür. Bir dəmlədiyimiz, içdiyimiz çay, bir də axan çay, bu olur amonim, çoxmənalı olmur. Suya girib qayığı sahilə çıxartdı. Sahilə sözü də həm çoxmənalı, həm amonim olmur. Baş bədənin tacıdır, gözlər isə onun qaşı. Baş sözü yalnız çoxmənalı kimidir. Dağın başı, insanın başı. Sonra günlər keçdikcə səbrim tükəndi sözü də işlənə bilməz. Qol sözü. Biri var ki, qol imza, futbolda vurulan qol. Bu oldu amonim olan söz. Bir də var ki, çayın qolu, nə bilim, ağacın qolu, qapının qolu, insanın qolu, bu oldu çoxmənalı. Yəni həm amonim, həm çoxmənalı olan bilən söz cavab E variantıdır 18-də. 19-da mürəkkəb adın yazılışında səhvə yol verilmişdir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti səhv deyil. Azərbaycan Respublikası Milli Məclisi səhv deyil. Azərbaycan Respublikasının baş naziri səhv deyil. Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzi hamısı böyük yazılmalıdır, səhvdir. Mürəkkəb söz yaratsaq, bitişik yazılar, açıq, aydın, bitişik yazılmaz, səssiz, səmirsiz defisindən, qızıl gül, bəli, bitişik yazılar. Geç tez defisindən, şirin defisindən. Ancaq qrammatik mənası olan sözləri isənin yalnız bir mənası var, yaxud biz bunlara sual verə bilmirik. Sözün mənasını izah edə bilmirik. Gəlmək, nə etmək, bu əsas nitq hissəsi feildir. Maşın nə isimdir, sual verə bildik. Məktəb hara isimdir, o da getdi. Adət nə, adət isimdir. Hansı nümunədə yerlik halda olan söz yoxdur? 22-də irəlidə. Harada? İrəlidə, zərfdir, amma deməli yerlik hal şəkilçisi qəbul edib. Bağda, harada? Yerlik hal şəkilçisi qəbul edib. Amma birlikdə sözündə, sözün kökü birlikdə şəkilçidir. Leksik şəkilçi orada yoxdur. Sinonim sözlər və çoxmənalı sözlər, eyni şəkildə də amonim sözlər. Məcazi mənada işlənir. Məcazi mənada işlənirsə, biz bilirik ki, o mütləq şəkildə çoxmənalı sözlərdir. Yəni 2-yə A. Sonra həm eyni, həm də müxtəlif nitq hissəsinə aid olur. Təbii ki, bu həm eyni, həm müxtəlif nitq hissəsinə aid olanlar amonim sözlərdir. Deyilişi, yazılışı eyni, amma ki, mənası fərqli olur.
deyilişi yazılışı eyni, mənası fərqli olursa, bu mütləq şəkildə yenə də amonim sözlərə aiddir. Deyilişi və tələffüzün müxtəlif, mənaları eyni və yaxın. Deyilişi və tələffüzün müxtəlifdirsə, mənaları yaxındırsa, bu mütləq şəkildə sinonim sözlər olur D variantı. Və ilkin məna ilə bağlılığı saxlayır. İlkin məna ilə bağlılığı saxlayanda təbii ki, çox mənalı sözlərdir. Yəni 1-ə D, 2-yə A-Y, 3-ə də B-C, cavab E variantı 23-də. 24-də hansı bənddə hər iki baş üzv iştirak edib? Bu sualda səhvlik var idi, 2 dənə variant var idi. Gəl baxaq. Səbinənin diqqətlə dinləməsi xoşuma gəldi. Nə etdi? Xoşuma gəldi. Nə xoşuma gəldi? Səbinənin diqqətlə dinləməsi. Bunun bir dənəsində həm A variantında səhər tezdən oyananı alqışladılar. Nə etdilər? Alqışladılar. Kimləri alqışladılar? Onlar alqışladılar. Ona görə burada mübtəda yoxdur. Elnur oxuyan kitabdan istədilər. Nə etdilər? İstədilər. Kimləri istədilər? Onlar istədilər. Burada da yoxdur. Bizə belə şagirdlər lazımdır. Nədir lazımdır? Kim lazımdır? Şagirdlər lazımdır. Yəni həm də D variantında var. Onu görəndə təəccübləndim. Nə etdim? Təəccübləndim. Kim təəccübləndi? Mən təəccübləndim. Burada da mübtəda yoxdur. Yəni 24-də aynen D variantı doğru olaraqdır. Hansı sözün yazılış, orfoqrafiyası yanlış, orfoqrafiyası yəni yazılışı yanlış, orfoepiyası düzgün, deyilişi düzgün verilmişdi. Sehirli sözündə yazılışında i olmamalıydı. Yəni yazılışında səhv eləyiblər, amma deyilişini doğru yazıblar. Yəni bu doğrudur. Burada da eyni zamanda 2 dənə səhv var idi. Ördəyin yazılışı doğrudur, amma deyilişi xışdırix olmalıydı, səhvdir. Pomidorun yazılışı doğrudur, deyilişi pomidor düz deyilibdir. Konfet yazılır, konfet deyilir, düz yazılıb. Amma müdrik sözü i ilə yazılırdı. Müdrik də deyilirdi, doğrudur. Yəni burada da A və Y doğrudur. İndi görək nə götürəcəklər.